İndi sizə əziz izləyicilər bir uşağın müalicədən qorxmayan ailələrin nəticəsini paylaşmaq istəyirəm. Çox təəssüf, bu əsassız qorxu uşaqları sonradan bir ömür kompleksə salır. 12 yaş 10 aylıq idi uşaq müraciət edəndə və cinsi inkişafı da ikinci mərhələdə idi. Bu yaş belə müalicə üçün gecdir, amma ailə başladı müalicəyə, boy hormonu müalicəsinə başladıq və hətta sonradan artıq cinsi inkişafı sürətli getdiyi üçün boy zonalarını açıq saxlamaq üçün də müalicəyə başladıq və 140 ilə başladığımız müalicə indi sizə uşağın artımına diqqət etsəz, görürsünüzmü? Yəni öz alt sərhəddə idi. Əgər bu uşaq müalicəsiz qalsaydı, onun boyu 160-165 arası olacaqdı, amma hal-hazırda 69-dur və müalicə sayəsində onları da açıqdır və müalicəmiz hələ də davam edir. Ata boyu 1.70-dir, uşaq ata boyunu da keçəcək. Ona görə qorxmayın, ürəkli olun, həkimlərinizə güvənin.